Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Rabbi şrah li sadri ve yessir li emri ve hlul uqdeten min lisani yefqahu qavli. Mübarək Ramazan ayının günləridir. Allah bu günləri hər birimiz üçün bərəkətli eləsin. Və mübarək Ramazan ayının belə baxaq, mübarək Ramazan ayındakı hər gününün xüsusi öz rəhməti var. Fikir verirsə, mübarək bu ayın gündəlik duaları var. Ondan sonra müştərək duaları var. Gündəlik duaları da tövsiyə edirlər ki, oxuyun. Hər gün üçün xüsusi bir dua var. Deməli, insan hər gün mübarək bu Ramazan ayında Allahın rəhmətindən faydalanmalıdır. Belə deyim, bu bir ay özü üçün rəhmət, məğfirət balansı yığmalıdır ki, digər günlərdə, digər aylarda bu gözəlliklər onun əlindən tutsun. Mübarək Ramazan ayına belə baxmaq lazım deyil ki, Allah bizi bağışlasın, bitsin. Təkcə bağışlamaq deyil məsələ. Bağışlama onsuz da bu ayın xasiyyətidir, xarakteridir. Əgər hər kəs bu aya az da olsa diqqət ayırsa, Allah onun günahlarını bağışlayır. Amma bu ay əsasən onun üçündür ki, insan bu ayda Allahın rəhmətindən qidalansın, insanın qəlbi nuraniləşsin, insanın qəlb forması dəyişsin və bu qəlbin nurlanması digər aylarda da insana kömək eləsin. Və biz demişdik ki, dünən də ümiddən danışacağıq, bir neçə gün insanın Allaha olan ümidi. Dedik ki, bir növ ümid var ki, o ümid düzgün deyil. Yəni, o ümid təkcə Allahın rəhmətinə sığınmaq və heç bir hərəkət olmadan, heç bir addım atmadan birbaşa Allahın rəhmətinə sığınmaq kifayət eləmir insana. İnsan görək bu rəhməti qarşılamaq üçün həm də addım atsın, hər hansı bir hərəkətlə Allahın əmr etdiyi ibadətləri həyata keçirsin. Niyə görə təkcə kifayət deyil? Çünki rəhmət gəldikcə, sevgi çoxaldıqca, Allahın rəhməti çoxaldıqca insana tərəf insan həm də məsuliyyət daşımağa başlayır. Və bu rəhməti Allah tərəfindən bu rəhmət insana verilir, bu məğfirət insana verilir, amma bunu qoruyub saxlamaq isə insanın hərəkətlərindən, rəftarından asılı olur. Ümumiyyətlə, belə yanaşaq mövzuya ki, niyə görə insan Allahdan ümidsiz olmalıdır axı? Allah ən mehriban varlıqdır. Nələr səbəb olur ki, insan Allahdan ümidsiz olur? Hansı işlər səbəb olur insan Allahdan ümidsiz olsun? Necə olub ki, insan öz yaradanına qarşı ümidsiz olur? Nələr səbəb olub? Bunun müxtəlif səbəbləri olur, müxtəlif səbəbləri var. O səbəblərdən biri də budur ki, insanı əvvəldən insana Allahı düz tanıtdırmayıblar. İnsan bir düşüncə tərzi ilə yaşaya-yaşaya gəlib Allahı tanıyıb, daha doğrusu özü üçün bir Allah formalaşdırıb və özünü Allahın vasitəsilə qorxudub və indi həmin o qorxu köklənib insan ürəyində ümid bəsləyə bilmir. Qorxuyla alladıblar insanı. Amma biz mübarək Ramazan ayıdır, gəlin belə deyək, sıfırdan yanaşaq. Fikirlərimizi yenə təzələsək nə olur ki? Həm də bu ay Quranın nazil olma ayıdır. Allah bizimlə peyğəmbərlərinin və Quranın vasitəsilə danışır. Və xüsusi olaraq müsəlman cəmiyyəti sonuncu, belə deyək, kamil din İslam dinidir və İslam dini də Quranın vasitəsilə gəlir bizə çatır. Gəlin, baxaq görək Allah ümumiyyətlə əvvəldə necə başlayır? İlkin Allahın təqdimatı, birinci təqdimat, əgər qorxu ilə olarsa, insanda bu qorxu qəlbinə hakim kəsiləcək və insan Allahın mərhəmətini dadmaqda qorxacaq. Fikir verirsiniz, tövbə eləmək istəyən insanlar, xüsusi olaraq cavanlar aid olur. Tövbə etmək istəyən insanlar gəlirlər tövbə məqamında istəyir tövbə eləsin. Günahından narazıdır, günahından peşmandır, narahatdır, o halı qəbul etmək istəmir, amma tövbə edə bilmir. Tövbə edə bilməməsinin səbəbi nə olur? Səbəb olaraq bunu götürür ki, bundan sonra bu tövbə eləyərəm, tövbədən sonra günah eləyərəm və bu günahdan sonra Allah daha da qəzəblənər mənə. Daha da mənlə pis rəftar eləyər. Deməli, insanlara belə təqdim olunub ki, insana, bu mühüm cümlədir,
deyəcəyim bu cümlə çox mühüm cümlədir. İnsanlara belə təqdim olunub ki, insana bir dəfə fürsət verilir ki, günahdan tövbə eləsin. Və bu tövbədən sonra yenə insan həmin günaha qayıtsa, onun üçün daha çıxış yolu yoxdur. O bizim, belə deyək, düşüncələrimizin, bizim bir-birimizə olan nisbətimizdə belədir. Bir nəfər sənə qarşı səhv edir və fürsət yaradırsan onun üçün. Ümumi insanları nəzərdə tuturam. Fürsət yaradırsan onun üçün ki, bu səhvdən tövbə eləsin və yaxud da bu səhvdən üzrxahlıq eləsin. Yaxşı. Və ikinci dəfə bu səhvi yenə eləyəndə artıq bağışlamaq istəmirsən. Amma Allah üçün belə deyil. İnsanla insanın arasında olan səhv və üzrxahlıq ona görə bir dəfə şans verilir ki, çünki əgər bir nəfər mənə qarşı səhv edibsə və mən özüm də ehtiyaclı varlığam, onun səhvindən ziyan çəkirəm. Bu mühüm cümlədir. Onun səhvindən ziyan çəkirəm. Və bu ikinci ziyanı görməmək üçün artıq ona da şans vermirəm. Niyə görə? Özüm ziyan çəkəcəm sonra. İstəmirəm o ziyanı çəkim. Amma biz insanların Allaha nisbətdə halı belə deyil. Biz nə qədər səhv eləsək də Allaha qarşı, nə qədər nöqsanlı davransaq da Allaha zərrə qədər ziyan vura bilmirik. Zərrə qədər Allaha ziyan toxunmur. Allaha ziyan toxunmadığı üçün, orada ziyan təkcə özümüzə toxunduğu üçün, ona görə də Allah şansı bir dəfə vermir. İnsan nə qədər bu dünyada yaşayırsa, İnsan nə qədər bu dünyada qalacaqsa, Allah şansı bir ömür ərzində verir, ta sonuna qədər. Hətta mən bir alimin fikrini deyim sizə, Əllamə Təbətəbai, çox eşitmişsiniz o alim haqqında. O arif olub, çox böyük şəxsiyyət olub və bütün alimlər onun böyük şəxsiyyət olduğunu təsdiqləyirlər. İnsan nə vaxta qədər fürsət əldə edə bilir Allahdan? Çox maraqlıdır. Mən Əllamə Təbətəbaidə görmüşəm bu yazını. Özüm düşünürdüm, illərcə düşünmüşəm bunun haqqında ki, görəsən son ana qədər də şans var. Əllamə Təbətəbai buyurur ki, insan gözünü yumana qədər, ta ki nəfəsi canından çıxmayıb, nəfəsi var. Deyir, son anda da belə gözləri görür və ağlı düşünür, nəfəsi var. Deyir, son anda da belə ürəyi sınsa, son anda ürəyi sınsa və gözləri nəmlənsə, gözləri yaşarsa, başa düşsə ki, heç nəyim yoxdur, Əllamə Təbətəbai buyurur ki, onda da Allah insanı bağışlayır. Yəni, buraya qədər insan üçün şans var. Əgər onda, burada bir sual yaranır, onda da əgər Allah insanı bağışlayırsa, biz elə saxlayaq da o vaxta. İzah eləyə bilirəm. Birinci məsələ budur ki, o vaxta saxlaya bilmərik. Niyə görə? Çünki bilmirik o vaxta bizim qəlb halımız necə olacaq. Və bilmirik ki, hansı şəkildə dünyadan köçəcəyik. Bir bu. İkinci səbəbi də budur ki, dərhal tövbə eləmək lazımdır. Allahın rəhmətini tez qazanmaq lazımdır. İkinci səbəbi də budur ki, axı biz təkcə bağışlanmaq üçün yaşamırıq. Bizim yaşayışımızın fəlsəfəsi ucalmaqdır. Bağışlanmaq deyil təkcə. Bağışlanmaq bizi quyudan çıxarmaqdır. Quyudan çıxarmaq üçündür. Amma belə deyim də, ən gözəl şəkildə belə deyim. Yusif Peyğəmbər hər hansı bir addıma görə, qardaşlarına güvəndiyinə görə bir quyuya düşür. Və bu quyuya qardaşlarına güvəndiyi üçün ki, bunlar mənim qardaşımdırlarsa, heç kim məni yıxa bilməz, elə həmin qardaşlar onu quyuya atır. Və o quyuda da ağlayır Yusif Peyğəmbər uşaq vaxtı. Bir buradan çıxışıdır. Amma Yusif Peyğəmbər yaranmayıb quyudan çıxsın. Yusif Peyğəmbər yaranıb ki, Misrin padşahı olsun. İzah eləyə bilirəm. Yusif Peyğəmbər bunun üçün yaranıb. İnsan yaranmayıb ancaq günah eləsin, günahdan çıxsın. İnsan yaranıb ki, Allahın ən əzizinə çevrilsin. İnsan yaranıb ki, Allahın ən hörmətli bəndəsi olsun. Ona görə də tövbəni axıra saxlamaq çox acınacaqlı bir vəziyyətdir. Dediyim kimi, bir, qəlb halımızı bilməyəcəyik. Çünki insanın bəzi hallar olur ki, orada tövbə qəlbi olmur. Tövbə halı olmur. Bilmirik necə olacaq və eyni zamanda bilmirik ki, o Əllamə Təbətəbainin dediyi fürsət,
bizim əlimizə düşəcək ya düşməyəcək. Bəzən insan dünyadan köçəndə fürsət tapa bilmir ümumiyyətlə. Fürsət tapa bilmir ki, danışsın, fürsət tapa bilmir ki, düşünsün. Dünyadan köçmək prosesi elə acınacaqlı vəziyyətdə baş verir ki, insan bilmir. Nə fürsəti danışmağa fürsət olur, nə üzr istəyirəm, tövbə etməyə fürsət olur. Heç bir fürsət olmur. Bir buna görə. Bir də ki, əsas məsələ bizim ucalmağımızdır. Mübarək Ramazan ayı təkcə tövbə ayı deyil. Yəni, günahların silinmə ayı deyil. Mübarək Ramazan ayı insanın ucalması üçün qəlbinə yığacağı nur üçün ən gözəl fürsətdir. Quran-ı Kərim buyurur ki, möminlərin əməlləri nura çevirilər və axirətdə də bu nurun işığında, məhşər səhnəsi ki, qaranlıq olacaq, çətin bir səhnə olacaq. Möminlər bu nurun əsasında dünyada Allahla münasibətlər ki, gözəl olur, bu nurun əsasında bu qaranlıqları yarıb keçib gedəcəklər. Və öz əməlləri nur şəkildə onların qarşısına bir yol bələdçi kimi düşəcək və onlar gedib Allahı tapacaqlar və cənnətin yolunu tapacaqlar. Bu nurun əsasında. İndi Allah bizdən bu ayda istəyir ki, bizə bir xüsusi mərhəmət göstərsin, xüsusi bir sığınacaq versin. Əvvəldən də bizə deyir, dünən ya sıra gün səhv eləmirəmsə, mərhum hacını dinləyirdim, Hacı Şahini, Allah ruhunu şad eləsin. Belə bir hədis dedi. Çox gözəl hədisdir. Belə bir hədis dedi. Deyir, insanın Ramazan ayına qədər etdiyi bütün günahlar, əgər digər insanların haqqı olmasa, özü ilə Allah arasında hər nə günah olsa, deyir, Ramazan ayının birinci imsakında, o ki, səhər durdu birinci imsak eləməyə ki, oruç tutacaq, sonra sübh namazı qılıb və axşama qədər oruc olacaq, deyir, birinci imsakında bütün günahları bağışlanır. Yəni, görün, rəhmət gör nə qədərdir. Görün, rəhmət nə qədər genişdir. Deməli, Allah mələkləri sanki deyirəm, belə deyil, deyəsə bu bir rəvayətdir, bir hədisi yox, sanki deyirəm. Allah mələkləri bizə baxırlar ki, bunlar bağışlanıb, nə üçün bağışlanmaq deyirlər artıq? Bunlar onsuz da bağışlanırlar. Hədis deyir, birinci imsakda bütün günahları bağışlanır. Əgər digər insanların haqqı olmasa, da bunu bilirsiniz və izah eləmirəm. Bağışlanmaq niyə diləyəsən? Bəs onda Ramazan ayında fikir verirsiniz, gündəlik duaları oxuyun, baxın. Gündəlik dualarda belə cümlələr var. Misal olaraq, cümlələrdən birini deyirəm, misal üçün. Buyurur ki, İlahi, mənim bu ayda tutduğum orucu, misal olaraq, ən gözəl bəndələrimin tutduğu orucdan qərar verir. Dualara baxsa, İlahi, məni bu ayda bağışladıqlarımın ən gözəlindən qərar ver. Gündəlik dualarda cürbəcür belə deyək də mövzulara işarələr var. Niyə görə belədir? Deyir, məni orucumu ən gözəl bəndəvin orucundan qəbul elə. Niyə görə? Deməli, bu ay ucalmaq ay daxı. İzah eləyə bilirəm. Təkcə günah silmək ay deyil. Bu ay ucalmaq ayıdır. Və bizim mövzumuz ki, ümiddir. Niyə Allaha ümidsiz olmuşuq və o insanlar ki, tövbə eləmək istəyirlər, tövbə edə bilmirlər ki, qorxurlar, sonra sındırarıq tövbəni. Çünki kimsə insanlara səhv məlumat ötürüb. Kimsə insanlara səhv məlumat verib ki, əgər bu tövbəni elədin və bu tövbədən sonra yenə bu tövbəni pozdunsa, vəssalam, sənin şansın bitdi. Amma belə deyil. Mən iki hədis deyirəm sizə. Hədisin biri budur. Hədisin biri İmam Rıza əleyhissalamdandır. Çox gözəl hədisdir. İmam Rıza əleyhissalam buyurur ki, diqqətlə qulaq asın, ikinci hədisdə görəcəksiniz, Allah nəyə razıdır mənim xoşbəxt olmağım üçün, nəyə razıdır mənim bağışlanmağım üçün. Hədisin biri budur ki, İmam Rıza əleyhissalam buyurur, bir nəfər tövbə eləsə, yenə həmin günah etsə, sonra yenə tövbə eləsə, həmin günah eləsə və İmam Rıza bunu davam etdiyi şəkildə sayır. Deyir, o sanki Allahı məsxərəyə qoyub, Allahla oyun oynayır. Ya tövbə elə, ya bu günah dalacaq. Bu hədis belə, bu işin qaydası budur. Əgər özümüz də fikirləşək, əgər bir gün tövbə edirsən, yenidən yenə pozursan, yenə tövbə edirsən, yenə pozursan. Elə deyil. Bu işin adı oyun oynamaqdır. Yəni, məntiqli şəkildə hərəkət etməməkdir. Allah hədisi qudsuda buyurur. Buyurur ki, bəndələrim nə qədər tövbə eləsələr də, sonra tövbələrini sındırsalar da, yenə tövbə eləsələr, yenə tövbələrini sındırsalar, nə vaxt gəlmək istəsələr, deyin ki, qapım açıqdır. Yəni, mən buna razıyam.
Hədisi qüdsüdür. Mən buna razıyam, eybi yox. Mənə qarşı hörmətsizlik olunursa, bu mənə bir ziyan vermir. Amma mənə qarşı olunan hörmətsizlik halında yaşamağın sənə ziyandır. Ona görə yenə şərait yaradıram ki, tək sən bağışlanasan. Və Allahın məqsədi bağışlamaqdır. Allahın məqsədi ucalmaqdır. Bu Quran-ı Kərimin vasitəsilə biz Allahı tanımışıq. Və Peyğəmbərə vəhy olunub bu Quran ayələri və biz də Allahı tanımışıq. Elə Quran necə başlayır? Çox gözəldir, vallahi çox gözəldir. Bilmirəm kim insanlar Allahdan qorxudub, yersiz qorxudub. Yersiz qorxudmaq pisdir. Yersiz qorxudmaq məsafə yaradır. Yəni, sən onu tanımasan ki, bu necə gözəl varlıqdır, məsafə yaradacaq. Sən Allahla danışa bilməyəcəksən. Həmişə sənlə onun arasında bir pərdə olacaq. Həmişə bir məsafə olacaq. İmamların cümlələrinə baxın, imamlar bütün bu Allahla danışıq mərifətini Peyğəmbərdən alıblar deyə elə danışırlar Allahla ki, elə bir bunlar ən yaxın dostları ilə danışırlar. Ən əziz dostları ilə danışırlar. Çünki məsafə yoxdur. Məsafə olmayanda insan rahat-rahat danışa bilir. Quran-ı Kərim belə başlayır. Birinci ayəsi hansı ayədir? Yaxşı, sual verək və cavabını Qurandan cavablandıraq. Birinci ayəsi hansı ayədir? Birinci ayəsi budur. Buyurur ki, Bismillahirrahmanirrahim. Belə başladı. Axı, niyə görə əgər Allah özünü Bismillahirrahmanirrahim ilə təqdim edirsə, mərhəməti ilə, rəhməti ilə təqdim edirsə, niyə görə insanlara Allah təqdim eləyəndə deyək ki, cəhənnəmdən qorxuna? Niyə görə birinci burada deyək? Birinci bunu deyək. Cəhənnəmdən qorxun nədir? Peyğəmbər gəlir, nə buyurur? Peyğəmbər gəlir, belə təqdim edir. Buyurur ki, La qulu la ilahə illallah tuflihu. Bu demir ki, filan şeyləri eləməyin, xoşbəxt olun. Deyir ki, Allahdan başqa məbud seçməyin, xoşbəxt olun. Peyğəmbər gəlir birinci Allahın özü ilə. Təsəvvür eləyin ki, belə bir hal var. Özünüz də düşünsəz, görəcəksiniz ki, nə qədər mühüm cümlələrdir bunlar. Təsəvvür edin ki, belə bir vəziyyət var. Heç bir insan günah eləmir. Heç bir insan. Elə deyil. Heç bir insan günah eləmir. Bütün insanlar dəqiq, bütün ilahi əmrləri riayət edirlər və heç kim Allahın əmrindən çıxmır. Cəhənnəmdən danışmağa ehtiyac duyulur? Yox. Axı, heç kim günah eləmirsə, hamı Allahın bütün əmrlərini qəbul ediblərsə, cəhənnəmdən danışmağa nə ehtiyac var? Hesab edin ki, evdə bir evlad böyüdürsünüz və bu uşaq heç vaxt dəcəllik eləmir. Nə deyirsiniz, qulaq asır. Nə deyirsiniz, əməl edir. Nə deyirsiniz, qulluğa gedir. Nə tapşırırsınız, eləyir. Buna ehtiyac var deyəsə ona ki, bax, eləməsən döyərəm ha. Axı, bu da eləyir də bu işlər onsuz da elə döyür. O, nə vaxt başlayırsan təhdid eləməyə, haradasa acıqlamağa? Onda ki, görürsən ki, artıq bunun şıltaqlığı, bunun uşaqlıq dəcəlliyi çoxalır, özünə ziyan verəcək. Bir evdə uşaq, bugünkü müasir dövrə uyğun deyək də, evdə bir uşaq məktəbə gedir, 4-də oxuyur, 5-də oxuyur, 6-da oxuyur. Gəlir məktəbdən, yeməyin yer, bütün dərslərini hazırlayır, bütün dərsləri hazırlayır, indi oturur telefonla iqra da oynasın. Ona demək olar, demək düzgündür ki, telefonu sənə qadağan eləyərəm, telefonla oynama. Axı, niyə oynamasın? Niyə bu şərt həyatı yaşamasın? Çünki bütün öhdəsinə düşən, lazım olan işləri görüb. İndi bir insan əgər bütün ilahi əmrləri həyata keçirirsə, bunu qorxutmağa nə ehtiyac var? İlkin mərhələdə bir gənc nəslə, cavanlara Allah təqdim edirik. Niyə görə qorxulu Allah? Niyə qorxudacaq bir Allah? Misal olaraq bu cümlələr biz ola bilsin, bəlkə də kiçik baxaq, nə qədər təsir qoyub bizim ruhlarımızda, bizim ruhiyyəmizdə. Uşaqdır, 3 yaşı var, heç ümumiyyətlə o bilmir Allah necə varlıqdır. Məlumdur, 3 yaşında uşaq necə bilsin, elə deyir. O bilmir Peyğəmbər kimdir, o bilmir Quran ümumiyyətlə necə bir kitabdır, nədir ümumiyyətlə Quran. Bunları bilmir. Misal olaraq çörək düşür əlindən, atır çörək yerə, uşaqdır da bilmir, çörək də bilmir. O bilmir bunlar nə deməkdir. Deyirik ona ki, birinci sözümüz nə olur? Götür çörəyi yerdən Allah baba gözlərini çıxardar. Buradan artıq onun ürəyinə bir xal düşdü, nöqtə düşdü. Deməli, Allah gözləri çıxardan Allahdır. Allah cəzalandıran Allahdır. Və sonra deyirik ki, niyə görə insanlar Allahdan uzaqlaşır? İnsanlar Allahdan uzaqlaşmırlar. Biz insanları Allahdan uzaqlaşdırmışıq. Biz bir Allah təqdim eləmişik ki, o Allah yeri və aləmləri yaradan Allah deyil. İnsanlar bizim təqdim etdiyimiz Allahdan uzaqlaşıblar. Nəinki həqiqi Allahdan uzaqlaşıblar. Ona görə də gəlir, etiraf eləməli ki, bu kişinin haqqıdır. Ona görə gəlir, həmin bizim təqdim etdiyimiz
Allahdan uzaqlaşan insanlar Şahinin təqdim etdiyi Allah üçün ölürlər. Niyə görə? Çünki həqiqi Allahdan danışırdı o. Həqiqi Allah insanların ürəyinə aramlıq verir. Allah zikri insanın ürəyinə aramlıq verməlidir, rahatlıq verməlidir. Nəinki qorxu salmalıdır, nəinki dərdə salmalıdır, psixoloji bir duruma salmalıdır. Əla bi zikrillah tətmainnul qulub. Allah zikrindən başqa nə ürəkləri aram eləyər. Amma görürsən, Allah əksər insanların qəlblərini aram eləmir. Niyə görə? Çünki düz təqdim olunmayıb. Ümid məsələsi olduqca mühüm məsələdir. Yaxşı, sual yaranar ki, axı biz hər ümidvar olaq, bu məntiqlə yanaşaq ki, Allah bizim Allahdır, keçər günahımızdan, hər səhvi xətanı eləyək deyə keçəcək. Yox, bu deyil məsələ. Quran-ı Kərimdə belə bir ayə var. Və xəşiyər rəhmanə bil qeyb. Tərif edir möminləri, deyir, onlar gizlində də Rəhmandan qorxarlar. Demədi xəşiyəllahə bil qeyb. Allah demədi. Burada Rəhman kəlməsi işlətdi. Allahın rəhmaniyyə sifətini. Niyə görə? Bunlar bu qorxudadırlar. Həm ümidləri var ki, o günahlarımı bağışlamasa, heç nə. Əli əleyhissalam Kumeyl duasında buyurur, İlahi, səndən başqa bu qədər günahı kim bağışlaya bilər ki, mən sənin qapıya gəlməyim, onun qapısına gedim. Sən bağışlaya bilərsən. Və ardıca buyurur ki, ümidin şiddətinə baxın, ardıca buyurur ki, günahlarını sayır, buyurur ki, yox, sən mənə bağışlayacaqsan. Deyir, ola bilməz, sən mənə bağışlamayasan. Çünki sənin haqqında, baxın, əvvəldə Allah haqqında verilən məlumat nə qədər insan həyatında təsirlidir. Və la uxbirnə min fazlik. Deyir, sənin fəzilətin, sənin lütfün haqqında mənə belə deməyiblər ki, o bağışlamaz. Mənə deyiblər, bağışlayar. Deyir, mənə belə məlumat veriblər. Mənə belə öyrədiblər. Mənə belə tanıtdırıblar. Ma hakəza zənnubik. Mən ona görə də heç fikirləşmirəm ki, sən mənə bağışlamazsın. Yaxşı, bəs qorxu nə qorxu olmalıdır? Abi dedi ki, qorxu da var. Və ümidlə qorxunun arasında. Qorxu o qədər olmamalıdır ki, üzr istəyirəm, Allah yırtıcı bir varlıq kimi tanınsın sənə. Allah uzaq, qorxu belə olmamalıdır. Ümid də o qədər olmamalıdır ki, səni hər ki, on eləsin. Nə eləyirəmsə eləyim, Allah məni bağışlayacaq. Yaxşı, bu qorxu nə üçündür bəs? Qorxu biz nə üçündür? Ən əsas mənasını qorxunun deyim sizə. Qorxu bunun üçündür ki, qorxmalıyam ki, birdən bu əməlim Allaha layiq olmaz, Allaha layiq deyil. Arxayın olmayayım əməlimə. Ehtiyat eləyim ki, bu əməllərə görə deyil. Bu əməlləri qəbul eləməyə bilər. Həzrət Əli əleyhissalam buyurur ki, İlahi, əmr eləsən ki, əlinin qollarını da bağlayın, onu atın cəhənnəmə, onda əli neyniyər? Demək istəyir Həzrət Əli əleyhissalam ki, İlahi, mənim ümidim sənin rəhmətvədir, sənin məğfirətvədir, öz əməllərimə deyil. Qorxu insanın öz əməllərindən olmalıdır. Yoxsa Allah qorxulu varlıq deyil, Allah qəzəbli varlıq deyil. Təsəvvür edin ki, Allah bir varlıq təsəvvür eləyin, özü özlüyündə həmişə qəzəblidir. Yaxşı, həmişə qəzəblidir. Bu normal varlıqdır. Yox, bu normal varlıq deyir ki, bir insanı təsəvvür eləyin, heç nə olmayıb, amma bu qəzəblidir. İstəyirəm fikirlərimizə sirayiş yaransın bu cümləmlə. Bir insan təsəvvür eləyin, heç nə yoxdur, oturub ancaq qəzəblidir. Heç bir səbəb də yoxdur buna. Əgər bir səbəb yoxdursa, bir insan ancaq qəzəblidirsə, deməli bunun halı anormal haldır da. Normal hal deyil, elə deyil. İndi bu məntiqi nisbət verir Allaha, görək ki, biz Allaha nə qədər böhtan atmışıq. Təsəvvür edin ki, Allah heç nə olmayıb qəzəblidir. Axı, niyə qəzəblənsin? Ümumiyyətlə, bəzi ariflər deyirlər ki, ümumiyyətlə, Allahda heç qəzəb də yoxdur. Rəhmətdən ibarətdir. Deyirlər, o qəzəb nədir? Allahın rəhməti bir günəş kimidir. Günəş kimidir. Və onun sanki də, qəzəbi də bir kölgə qaranlıq kimidir. Yəni, günəş getdi, qaranlıq düşür. Rəhmət getdi, sən bəlaya düşürsən. Sənin Allah ki, əlindən tuturdu. Əlindən tutmasa, sən bəlaya düşürsən. Yoxsa o bəla vermir. Zahidan məni aldatma, cəhənnəmdə od olmaz. Onlar ki, yanırlar, odu buradan aparırlar. Odu sən yaratmısan. Onluq deyil bu məsələ. Allahın rəhməti belədir. Bu ayda ancaq Allah haqqında düşünüb Allahın həqiqi rəhmətini tapmaq lazımdır. Əsas məsələ budur.
Allah məni nə qədər bağışlaya bilər, mənə nə qədər rəhmət göstərə bilər. Və bağışlamasa nə olur? Dualarda var, özümdən demirəm, yəni öz sözüm deyil. İmamın duasını var, deyir, ilahi, ya İmam Səccad əleyhissalamın duasıdır, ya yadımda qalan budur ki, İmam Səccadın duası. Deyir, ilahi, əgər sən məni bağışlasan, rəhmətindən zərrə qədər də azalmır. Zərrə qədər də azalmır. Əgər bağışlamasan, mənim ömrüm heç olur. Sözün gözəlliyinə baxın, görün nə qədər gözəl söz. Ümidə baxın, nə qədər ümid ilə. Ümid var ki, bu danışır. Hədisdə var, deyir, hər kəs mənim bəndələrimi, Allahın sözüdür, hədisi qüdsüdür. Hər kəs mənim bəndələrimi, mənim rəhmətimdən ümidsiz etsə, deməli, Allahın yandığı budur ki, mənim rəhmətimdən ümidsiz eləyirsin insanları. Hər kəs mənim bəndələrimi, mənim rəhmətimdən ümidsiz eləsə, özü bütün əmrləri yerində icra eləyib. Yəni, özü bütün Allahın əmrlərini yerində icra eləyib. Bütün namazları yerində olsa, orucu yerində olsa. Amma digər insanları mənim rəhmətimdən, məğfirətimdən ümidsiz eləsə, nə buyurur ardıca? Deyir, bütün əməlləri yerində olsa da, qiyamət günü özünü rəhmətimdən məhrum eləyəcəm. Hədisə baxın. Çünki mənim bəndələrimi rəhmətimdən ümidsiz elədi. Mən bir hədis oxumuşam Peyğəmbərdən. Allah hətta, bunu istəmirəm, deyim ki, arxain ola. Yox, kiminsə haqqı varsa boynumuzda, haqqını qaytarmalıyıq. Ya halallıq almalıyıq, ya üzrxahlıq eləməliyik, ya haqqını əgər hər hansı bir maddi bir haqdırsa qaytarmalıyıq. Bu bir qaydadır. Yoxsa insanın mənəvi durumuna çox ciddi zərbələr vurur bu. Çox ciddi zərbələr vurur. Çünki ola bilər bəzən üzü gəlmir sənə deməyə. Amma sənin onun haqqını qaytarmamağın böyük bir dənə çətinliyə, sıxıntıya salır onu. O sıxıntını yaşadıqca sən nuraniyyətindən əskələcək. O nə qədər sıxıntılı həyat yaşayırsa, sən əziyyət çəkəcəksən. Çünki ona sıxıntı verirsən. Çox-çox üzr istəyirəm. Təkcə insana deyil. Hətta hər hansı bir canlıya qarşı da bir zoraki hərəkət eləsən, döysən, incitsən, o ağrını yaşadıqca sənin imanı töküləcək. Bu həyatın qaydası budur. Bir, nə bilim, zərrə qədər də olsa belə olacaq. Amma bəzi insanlar var ki, onların haqlarında bir-birlərinin arasında, xüsusi olaraq möminlər arasında bir boşluq olur, bir inciklik olur, küskünlük olur. Biri neyəsə görə ciddi bir ziyan deyil, amma küskünlüyü var. Haradasa əziyyət verir buna. Hədis oxumuşam ki, Peyğəmbər buyurur. Peyğəmbər buyurur ki, Allah o iki nəfəri məhşər günü, ikisinin də əməlləri yaxşıdır. Amma bir dənə aralarında bu boşluq var. Deyir, Allah gör nə qədər mərhəmətlidir. Günə qədər mərhəmətlidir. Deyir, Allah ikisini də qiyamət günü, məhşər günü götürüb gələcək. Birinin günahları var, birinin də, və bu günahı olanın da digərinin boyunda haqqı var. Deyir, Allah ikisini də götürüb gələcək məhşər günü. Siz Allah hədisə baxın, ikisini də götürüb gələcək. Deyəcək ona ki, bu mömin, o deyəcək ki, haqqımı al ondan ilahi. Deyəcək, axı, mənim heç nəyim yoxdur verim. İndi heç nəyim yoxdur. Deyir, Allah deyəcək, o deyəcək ki, onda günahlarımdan daşısın. Çətinlik buradadır. Deyir, onda deyəcək ki, günahlarımdan daşasın. Bu da deyir, əgər ilahi günahlarından daşımalı olsa, mən sənin rəhmət məskənimə daxil ola bilməyəcəm. Deyir, o haqq tələb eləyən var. Allah aparacaq onu cənnətin qapısına. Peyğəmbər deməsə bu hədisi, adam fikirləşər ki, bu bir, belə deyir, rejissorun senarisidir. Peyğəmbər deyib bu sözü. Görün, nə səhnələr var. Deyir, Allah aparacaq o haqqını tələb eləyən cənnətin qapısına, cənnəti göstərəcək buna, o keyfi göstərəcək buna, bu vurulacaq. Deyəcək, ilahi, kimin üçün hazırlamısan bunu? Allah deyəcək ki, o kəs üçün hazırlamışam ki, haqqını mənə həvalə eləsin. Görün, neynir Allah? Haqqını mənə həvalə eləsin. Keçsin haqqından tapşırsın mənə. Deyəcək, ilahi, necə olur o? Hansı haqqını? Deyir, o qardaşın ki var, bağışlamırsan ha. Bağışlamırsan. Tapşır mənə. Deyəcək, ilahi, keçdim. Mən keçdim, sən bilərsən və bəndən bilər. Allah deyəcək, indi ged əlindən tut, ikimiz də cənnətə daxil olun. Allah bu cür mərhəmətlidir. Bu cür Allah haqqında qorxu yaratmaq, insanları Allahla uzaq saxlamaqdan başqa bir şey deyil. Allah belə gözəl varlıqdır. Sadəcə məsələ budur. Quran-ı Kərimin nə qədər ayələri var, ancaq nədir? İttəqullah və mən yəttəqillah. Təqvalı olun, yəni biraz məsuliyyətli olun, bəsdir. Nə bağışladılar sizi, daha keçməyin. Bağışladılar və səlam. Da bitdi, yox. Bağışlayıblar səni.
bağışlanan adam daha çox məsuliyyət daşıyır. Allah qismət eləsin, qarşıdan qədr gizlələrə gələcəkdə. Onda daha çox insanlar bağışlanır. Amma bağışlanan insan, bağışlanmayan insandan daha çox məsuliyyət daşıyır. Məsuliyyəti hardadır? Məsuliyyəti buradadır ki, Allah qiyamət günü deyəcək ki, səni bağışlamışdım, sən günahla yol gedə bilmirdin. Yaxşı əməllər görə bilmirdin. Günah mane olurdu sənə. Günaha götürdüm ki, rahat bunları icra eləyəsən. İndi daha çox məsuliyyət daşıyırsan ki, bunları eləmədin. Ona görə bağışlamaq düzdür, ümid lazımdır və eyni zamanda bu ümiddən doğan rəhmət insan üçün böyük bir məsuliyyət götürür. Niyə görə məsuliyyət götürür? Biri var ki, bir insanın günahı var. Bacarmır yaxşı iş görmək. Misal üçün, üzr istəyirəm, illərlə namaz qılmayıb, oruç tutmayıb və yaxud hər hansı bir haram işlə məşğul olub. İnsandır da, hər birimizin həyatına bir səhv olur. Bunun üçün axı dərhal namaz qılmaq çətindir. Bunun üçün dərhal belə deyim də, gecə namazı qılmaq çətindir. Amma bir nəfər 10 ildir namaz qılır. 20 ildir namaz qılır, 15 ildir namaz qılır. Axı bunun üçün gecə namazı qılmaq rahat olmalıdır. Bunun bacarmadığı məsələ deyil. Bir insan gündəlik namazlarını qıla bilmir. Bacarmır. Çünki günah, belə deyək də, vadisində batıb, günah bataqlığında batır. Amma bir var, insan oradan çıxıb. Artıq bunun gediş-gəliş yeri məsciddir. Bunun gediş-gəliş yeri imamların hərəmləridir, ziyarətgahdır, Kəbə evidir. Bu oradan çıxıb. Deyir, axı sənin üçün, mən sənə bunları qismət eləmişəm. Mərhəmət göstərmişəm ki, namaz qılırsan. Sənin üçün gecə namazı qılmaq rahatdır. Misal olaraq, xüsusi olaraq bu mübarək Ramazan ayında, digər aylarda bacarmadığımız olur, bacarmırıq. Mübarək Ramazan ayında imsak vaxtını bəhanə edib 2 rükət Allah üçün gecə namazı qılmaq olar. Misal olaraq deyirəm. 2 rükət o qəza yüklərindən azadmaq olar. Ən gözəl fürsətdir də və bu fürsətləri əldən verməmək üçün görək, əsas məsələ diqqətli olmalıdır. Gəl, belə baxaq ki, bağışlayıblar bizi. Allah bağışlayıb hamımızı. Və bu mənəvi nurani hal ki, bu günlərdə hiss edirik hər birimiz, sözümü təsdiq eləyərsiniz ki, hər birimiz hiss edirik. Hər birimiz mənəvi bir gözəllik hiss edirik. Bunun mənası budur ki, Allah günah yükünü götürüb deyə, ona görə bu gözəlliyi hiss edə bilirik. Günah yükü götürülməsəydi, digər aylarda biz bunu hiss eləmirik. Əksinə, maddi cəhətdən, fiziki cəhətdən bu ayda daha çox əziyyət çəkirik. Çünki səhərdən axşama qədər suz qalmaq, ac qalmaq, elə deyir, əziyyətdir. Bədən taqətdən düşür. Allah belə Allahdır ki, mənim borcumdur onun əmrini icra eləmək, son sözüm dahi budur. Mənim borcumdur onun əmrini icra eləmək, orucu vacib edib tut, amma özü başlayır, belə deyir, ürək yandırmağa. O evdə bir anatı olar, valideyn olur. Görür ki, uşaq işləmir, bir şey eləmir. Məcburi bir iş tapır, göndər onu, işdə alacaq. Sonra uzaqdan baxır, deyir ki, yorulur. Bir şey verir, özü başlayır ona ürək yandırır. Allah belə Allahdır. Orucu vacib eləyib bizə. Su içməyəcəksən, axşama qədər çörək yeməyəcəksən. İndi bu susuzluq, çörək, qidalanmamaq insanı ki, taqətdən salır. Özünə belə deyək də bir özü öz üzərinə bir Allah məsuliyyət götürür sanki. Deyir ki, yox, yordum onu. Görək bağışlayayım. Bu Allah belə mərhəmətli Allah. İndi bu Allahla ümid ilə davranması insan, bir sual verim, cavabı bəllidir, daha cavabını vermirəm. Niyə bağışlamasın ki? Zaten bağışlamaq üçün yaradıb. Zaten ucalmaq üçün yaradıb. Ona görə də Allahın işi bağışlamaqdır. Əgər mən bağışlanmamaq istəsəm, artıq başqa mövzudur, ora daxil olmuram. Allahın işi bağışlamaqdan ibarətdir. Allahdan istəyirəm ki, Allah hamımızın günahlarından bağışlasın. Allah qəlbimizin nuraniyyətini artıq eləsin. Allah boynumuzda haqqı olub dünyadan köçənləri qəriq rəhmət eləsin. Allah qəlblərimizi bir-birinə həmişə mehriban eləsin. Allah imamımızın zuhurunda təcil eləsin. Bu din yolunda, bu mənəvi yolda nə qədər zəhmət çəkib dünyadan köçənlər olublar. Allah ruhlarını şad eləsin. Xüsusi olaraq bizim mənəvi durumumuzun yüksəlməsi üçün zəhmət çəkən, görmədiyimiz şəkildə şəhidlərimiz böyük fədakarlıq ediblər. Biz bu torpaqlarda torpağın bərəkətini hiss eləyərək, mənəviyyatını hiss eləyərək yaşayaq. Allah şəhidlərimizin ruhunu şad eləsin, onların ailələrinə, əzizlərinə, yaxınlarına səbir versin və kimin aramızda və bizi dinləyənlərin arasında kimin hər nə çətinliyi varsa, hər nə sıxıntısı varsa, Allah bu ayın məğfirətinə, mərhəmətinə xatir hər kəsin ürəyini, qəlbini sıxıntılardan azad eləsin inşallah. Və səlamu aleykum və rəhmətullahi və barakatuhu.